Goranboyda növbəti səyyar qəbul rayonun Xınalı kəndində keçirildi. Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbulda geniş mövzu nitqi ilə çıxış edərək, Prezident Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin artan beynəlxalq nüfuzundan təhlükəsizliyin möhkəmləndirilməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışdı. İcra başçısı qeyd etdi ki, ölkə rəhbərinin yerlərdə vətəndaş müraciətlərinin operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Hamınızı xoş gördük, hörmətli Xınalı kənd sakinləri. Biz bugün trafik sürücülərlə sizlə görüşə gəlmişdik və bu görüşlərin keçirilməsi ölkəmizdə möhtərəm cənab Prezident tərəfindən qarşıya qoyulan bir vəzifədə tapşırıldı. Daha sonra Nəbiyev Qorxmaz Varaşiloğlu, Xınalı kəndində yerləşən şəhid Mahir Nəsibov adına olan küçənin asfaltlanması, Əkbərov Mehman Əkbəroğlu 646 reper nömrəli su barisiyan quyusunun əsaslı təmir olunması, Qədimov Elbruz Zahidoğlu fərdi yaşayış evinin elektrik xəttinin çəkilməsi, Abbasov Şəmistan Əhmədoğlu 73 reper nömrəli su barisiyan quyusunun əsaslı təmir olunması və Musayev Cavanşir Həsanoğlu 833 reper nömrəli su barisiyan quyusunun əsaslı təmir olunması ilə bağlı müraciət etdilər. Bu artizan ayrılanda, bu artizan qurulmuş qazanmasıdır. Bizim kəndi nəzərə alınsın. Qonşuya işıq naqilləri bizim həyat yanı sahəmizin bölümündən keçirilən. Edirəm, otoklar, naqillər yolun kənarından getsin. Məsələ artizan məsələsidir. 730 nömrəli artizan. Bizim rayonun 16 kub suya ehtiyacı var. Bizim əkin yerlərinə görə. Bugün artizan, Şəmkir Maşın kanalı, sonra bizim Qarabağ kanalından görə su qovşandan gələn kanal. Ümumilikdə biz 11 kub çaylarda su olanda 12-13 kuba qalxa bilirik. Deməli biz hədəflərə doğru getmişik. Məktəbimizin qazdaşırma məsələsi qışda çətinlik çəkilir məktəbimiz. Və indi bu məktəb nə ilə qızdırılır? Qazdaşdırmaya qədər kömək göstərir. Çaxlıda da var. Ağdaşətdə də var. İndi onunla bağlı mən də müraciət edəmişəm. Baxılacaq o məsələlər. Yaxşı yağdı, yaxşı ki yağdı, yaxşı ki də yağmırdan. Ona görə ki, həmin gün mənim yoldaşım təzyiq qalxdı, maşınla onu çıxartmaq mümkün oldu. Bir hafta kimsədən xahiş edirəm, mənim uşağım xəstə deyil, hal-hazırda Bakıda yatır. Bizə maddi dərəcədə köməklik lazımdır ki, onun aptesi barədə. Rayon rəhbəri müraciətlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi. Həlli vaxt tələb edən məsələlərin icrasının təmin edilməsi nəzarətə götürüldü. Rayon icra hakimiyyətinin imkanları daxilində olmayan müraciətlərlə bağlı isə Mərkəzi İcra Hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanacağı bildirildi.